Əziz müəllimlər, bugün biz natural ədədlərin mövzu izahına baxaq. Natural ədədlər böyük N hərfi ilə işarə olunur. Sayma zamanı istifadə etdiyimiz ədədlər, yəni 1, 2, 3, 4 və sairələri natural ədədlərdir. Natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərdir. Yəni biz sayarkən 1, 2, 3, 4, 5 və sairələri sayırıq. Natural ədədlər sonsuzdur. Natural ədədlər sonsuzdur. 0 natural ədədlərə daxil deyil. Çünki biz sayma zamanı 0-dan başlamırıq. Biz 1-dən başlayırıq. Ona görə də ən kiçik natural ədədimiz 1, ən böyük natural ədədimiz isə yoxdur. Çünki natural ədədlər sonsuzdur. Bəli, ən kiçik natural ədədimiz 1-dir. Natural ədədlər tək və cüt olurlar. Tək ədədlər 1, 3, 5, 7, 9 və sonu bu ədədlərlə bitən ədədlərdir. Yəni, mən deyirəm 63. 63 təkdir. Çünki sonu 3 ilə bitib. Məsələn, 77 təkdir. Çünki sonu təklə bitib. 7 ilə bitib. 7 təkdir. 1, 3, 5, 7, 9 təkdir. Cüt ədədlər 2, 4, 6, 8 və sonu 0 ilə bitən ədədlərdir. Məsələn, 500 cüt ədəddir. Məsələn, 46 cüt ədəddir. Çünki sonu 6 ilə bitib. 500-ün sonu 0 ilə bitib. Demək, cüt ədəddir. Ədədlərin yazılışı və oxunuşu. Ədədlərin yazılışı və oxunuşuna keçməmişdən əvvəl biz rəqəm və ədəd anlayışına baxaq. Rəqəmlər nələrdir? Rəqəmlər 1, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Rəqəmlər bunlardır. Bizim 10 dənə rəqəmimiz var. Ədədlərimiz rəqəmlərdən düzəlir. Necə ki, sözlər hərflərdən düzəldiyi kimi də bizim ədədlərimiz rəqəmlərdən düzəlir. Ədədlər sonsuzdur. Ədədlər sonsuzdur. Rəqəmlər isə 10 dənədir. Yəni 0-dan 9-a qədər. Bildiyimiz bütün ədədlər bu rəqəmlərdən düzəlir. Natural ədədlər yazılışında mərtəbələrdən və siniflərdən ibarətdir. Siniflər özləri də mərtəbələrdən ibarətdir. Birinci sinifimiz təkliklər sinifidir. Təkliklər sinifi özü də mərtəbələrdən ibarətdir. Hər sinifdə 3 mərtəbə var. Təkliklər sinifinin mərtəbələri təklik, onluq, yüzlük. İkinci sinifimiz isə minliklər sinifidir. Minliklər sinifində də 3 mərtəbə var. 1000, 10.000, 100.000. Üçüncü sinifimiz milyonluq. Milyonluq da özü 3 mərtəbədən ibarətdir. Milyon, 10 milyon, 100 milyon. Sonra dördüncü sinifimiz milyard. Milyardlıq. Milyard, 10 milyard, 100 milyard. Bizə ədədləri oxumaq üçün bu sinifləri və mərtəbələri əzbər bilməyimiz lazımdır. Bizə hər hansısa bir ədəd verilib, bunu necə oxuyarıq? Biz ədədləri oxumaq üçün ilk öncə onları siniflərə ayırırıq. Siniflərə necə ayırırıq? Sağdan sola doğru 3 siniflərə ayırırıq. 1 sinif, 2 sinif, 3 sinif. Bu ədədimizdə 3 sinif var. Birinci sinifimiz təkliklər, ikinci sinifimiz minliklər, üçüncü sinifimiz milyonluqlar. İndi ədədi siniflərə ayırdım. Onların mərtəbələrini soruşur. Mərtəbələrini necə taparıq? Təkliklər sinifimizdə birinci təklik,
ikinci onluq, üçüncü yüzlük idi. Minliklər sinifimizdə 1000, 10.000, 100.000. Milyonluqlarda milyon, 10 milyon, 100 milyon. Ədədimi oxuyarkən birinci rəqəm ədədin özü, yəni rəqəmlər ədədin özü, sonra sinifi 345 milyon, 345 milyon 678 min 910. Təkliklərin adı deyilmir. Heç bir təkliyimin adı, yəni təkliklər sinifimizin adı oxunmur. Sadəcə rəqəmin özü deyilir. Məsələn, bir rəqəmdə yazaq. Bizə yenidən bir ədəd verilib, bu ədədin oxunmasını istəyir. Biz yenə sağdan sola doğru 3-3 siniflərə ayırırıq. Niyə 3-3? Çünki hər sinifimizdə 3 mərtəbəmiz var və 3-ü də doğulmalıdır. 3 siniflərə ayırırıq. 3 siniflərə ayırdıq. Siniflərimizin adını yazaq. Təkliklər sinifimiz, minliklər sinifimiz, milyonluqlar, milyardlıqlar. Birinci biz ədədi oxuyub sonra sinifin adını dedik. Oxunuşu bu şəkildə olur. 457 milyard 843 milyon 342 min 549. Təkliklər sinifinin adı deyilmir. Sadəcə bilirik ki, bu təkliklər sinifidir. Sadəcə oxuyarkən adını demirik. Ədədlərin yazılışını hər zaman rəqəmlərlə vermir. Bəzən də sözlərlə verib, rəqəmlərlə soruşur. İndi bizə verib ki, 320 milyon 612 min 447. Biz bunu yazmaq üçün iki üsuldan istifadə edə bilərik. Birinci üsulu biz mərtəbələrə ayıraraq yaza bilərik. Baxıram ki, burada milyon var. Milyon. Milyonun neçənci sinifim idi? 3-cü sinifim. Mən demək ki, 3 sinif ayıracam. Hər sinifdə də 3 mərtəbəm var. Bunu bilirəm. Mərtəbələrimi də olduğu kimi yazıram. Mənə deyir ki, 320 milyon 320 milyonluq mərtəbəm doldu. Milyonluğa yazdım 320. 612 min 612 min minliklər sinifimdə doldu. Keçdim təkliklərə 447. Olduğu kimi yazıram. 447. Ədədim oldu 320 milyon 612 min 447. Məsələn, bizə başqa bir misal da verib 3 milyard 12 milyon 343 min 5. Bunu necə yazarıq? Birinci biz yenə siniflərimizi ayırırıq. Milyard dediyinə görə 4 sinif ayırırıq. Hər sinifdə 3 mərtəbəmiz var. Mərtəbələrimizi də yazırıq. 3 milyard deyir. 3 milyard milyardlıq sinifinin təkliklər mərtəbəsindədir. Milyarddadır. 3 milyard. 13 milyard olsaydı bilib yazardım bura, amma 3 milyarddır. Olduğu kimi yazıram 3 milyard. 12 milyon. Onluğuyla təkliyi var milyonluq sinifinin. Onluğu və təkliyi var. Amma yüzlüyü yoxdur. Onu saxlayıram orada. Yüzlüklər mərtəbəsi yoxdur, saxlayıram. 343 min. Hər 3 mərtəbəsi dolub. Yüzlükləri də, onluqları da, təklikləri də olduğu kimi dolub. Amma təkliklər sinifində baxıram ki, bir dənə təkliyim var. Nə onluğum yoxdur, nə də yüzlüyüm yoxdur. Baxın indi. Məndə bütün mərtəbələrim dolmalıdır. Hər sinifimin bütün mərtəbələri dolmalıdır. Ona görə də mən dolmayan mərtəbələrimə sıfırlar yazıram. Dolmayan mərtəbələrimə, olmayan mərtəbələrimə. Onsuz da mən burada sıfırlar yazsam, heç bir önəmi yoxdur bu sıfırların. Ədədin qarşısındakı sıfırların heç bir önəmi yoxdur natural ədəddə, onu bilirik. Onlar boş kimi qalır. Ədədim olur bu şəkildə. 3 milyard 12 milyon 343 min 5. Bu birinci üsulum idi. Birinci üsulum siniflərə və mərtəbələrə ayıraraq yazmaq idi. İkinci üsulum isə toplamaqla yazmaqdır. Birinci ona keçməmişdən əvvəl xatırladaq ki, mində neçə sıfır vardı? 3 sıfır. Milyon 6 sıfır. Birin yanında 6 dənə sıfır var. Milyard
9 sıfır. Bu milyarddır. İndi mənə birinci misalında deyirdi ki 320 milyon. Milyon deyirsə mən neçə sıfır qoyacağam? Bəli, 6 sıfır. 320 milyon dedisə 1, 2, 3, 4, 5, 6. 320'nin sıfırından başka 6 sıfır. O sıfırı oraya karıştırmıram. 320 milyon. Sonra deyir ki 612 min. Minimde neçə sıfır vardı? 3 sıfır. İndi minimde yazım. 300, bir dəqiqə 612 idi. Hə? 612 min. Minimde de 3 sıfır var. Olduğu kimi yazıram. Sonra 447. 447'de sadece 447 olarak yazıp topluyorum. 7, 4, 4, 2, 1, 6, 0, 2, 3. Oldu 320 milyon 612 bin 447. İkinci misalda bu şekilde yazaq. Buradan 3 milyard 12 milyon. Milyardda neçə sıfır vardı? 9 sıfır. Yazaq 3, buradan yazaq. 3 milyard. 3 yanında 9 sıfır. Yazdık. 3 milyard. 12 milyon. Milyonda ne kadar sıfır vardı? 6 sıfır. 12 milyon. Bunu da yazdık. Sonra minde neçə sıfır vardı? 3 sıfır. 343 min. Yazaq. 343 min. Bunu da yazdık. Sonra bir de 5 var. Təcliyim. Sadece 5. Təcliyi de təcliyin altından olduğu kimi yazıram. Toplayaq. 0, 0, 0, 5 oldu 5. Bu sıfırlar olduğu kimi yazılır. Sonra 0, 0, 3. Cevap 3. 0 üstte 0 üstte 4. 4. Burada 3. Sonra toplasam 2. Toplasam 1. 0, 3. Oldu 3 milyard. Bir dəqiqə ədədin oxunuşunda da burada yenə sağdan başlayaraq 3 siniflərə ayırıram. Çünkü okumaq üçün bizə sinif lazımdır. Siniflərə ayırmaq lazımdır. Olacaq 3 milyard 12 milyon 343 min 5. İndi isə keçək mərtəbə vahidi, mərtəbə vahidinin sayı və mərtəbə qiymətlərinə. Mərtəbə vahidi. Birinci, mərtəbə vahidi deyərkən bizə vahid, açar sözümüz vahiddir. Bu vahid. Vahid nədir ümumiyyətlə? 1. Demək mən mərtəbə vahidi istəyəndə birdən və sıfırlardan istifadə edəcəm. Qısa elə yadımıza saxlayaq ki, vahid deyirsə demək ki bizə 1. Bu 1 bizə kömək eləsin. Bu vahidi bizə açar sözümüz olsun. Mənə belə bir misal verib ki, 234.678 ədədində 4 rəqəminin mərtəbə vahidini tapın. Mən 4 rəqəminin mərtəbə vahidini, bax bu vahidini görürəm, altından xətt çəkirəm. Vahidini məndən istəyirsə, vahidinin sayını yox, vahidini istəyirsə, mən ədədi yazıram. Ədədi yazıram. 4 rəqəmini tapıram. 4 hardadır? Burada. 4. Mən demişdim bayaq vahid deyəndə nədən istifadə edirik? Birdən və sıfırlardan. Ora yazıram 1. 4'ün altından 1. Əgər mənə 4'ü istəyirsə 4'ü tapıram. Altından 1'i yazıram. Qalanları da 0. 234.678 ədədində 4 rəqəminin mərtəbə vahidi 1000'dir. Yəni 4 mininci yerdə dayanıb. Tapa da bilərik belə. Təklik, onluq, yüzlük, minlik. Təklik, onluq, yüzlük, minlik. Demək 4 mininci yerdə dayanıb. Mərtəbə vahidi 1000. Mərtəbə vahidlərinin sayı. Mərtəbə vahidlərinin sayını deyəndə mənə 6.054.616 ədədində yüzlüklər mərtəbəsinin mərtəbə vahidlərinin sayını istəyir. Yüzlüklər mərtəbəsi. Mən mərtəbə vahidlərinin sayını yaxşı öyrənməyim üçün birinci mərtəbələri yaxşı öyrənməliyəm. Mənə yüzlüklər mərtəbəsini istəyir. Mən gəlirəm ədədimdə yüzlüklər mərtəbəmi tapıram. Təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəm 6'dır. Mənə deyir ki, yəni neçə dənə ədədində neçə dənə yüzlük var.
Mərtəbənin sayı nə qədərdir? Nə qədərə yüzlüyüm var? 6 dənə yüzlüyüm var. Cavab 6-dır. Məndə mərtəbə vahidlərinin sayı ilə mərtəbə vahidlərinin sayı ilə mərtəbə vahidini qarışdırmamaqdan ötürü mənə deyir ki, mərtəbə vahidi deyəndə tək vahidin özünü istəyəndə birdən və sıfırlardan istifadə edirəm və misalımda, tapşırığımda mənə rəqəmin özünü verir. Baxın, burada 4-ü verib. Amma mərtəbə vahidlərinin sayını istəyəndə baxın 103 mərtəbənin adını verir. Yəni mənə mərtəbə vahidi istəyəndə hər hansı bir rəqəmi verəcək, ədədi verəcək, hər hansı bir rəqəm verəcək, 9 verəcək, 5 verəcək, 3 verəcək, fərq yoxdur. Hər hansı bir rəqəmi verəcək. Amma mənə mərtəbə vahidlərinin sayını istəyəndə mənə rəqəmi vermir. Baxın, burada bu tapşırıqda heç bir rəqəm yoxdur. Sadəcə mərtəbənin adı var. Yüzlük, minlik, 10 minlik, 100 minlik və ya və s. milyonluq mərtəbəsini istəyə bilər. Sadəcə mərtəbənin adını istəyəcək. Mərtəbənin adını deyirsə, baxın, mərtəbənin adını deyirsə, mən tək rəqəmin özünü götürürəm, mərtəbəni tapıram, oradakı rəqəmi götürürəm. Artıq heç bir şey, sıfır falan yoxdur. Sadəcə rəqəmin özü. Mərtəbə qiyməti. Mərtəbə qiymətində isə mərtəbə vahidini vururam mərtəbə vahidinin sayına. Mənə 34.679 ədədində 3 rəqəminin mərtəbə qiymətini tapmağımı istəyir. Mərtəbə qiymətini necə tapıram? Qaydaya uyğun olaraq mərtəbə vahidimi tapıram. 3, bir dəqiqə yazaq. 3 rəqəminin mərtəbə vahidi mən bayaqda dediyim kimi 3-ün altına yazıram 1, qalanları 0. Demək 10.000-dir. 3 rəqəminin mərtəbə vahidi 10.000-dir. Mərtəbə vahidinin sayı isə neçə dənə minliyim var? 3 dənə 10 minliyim var. Neçə 10 minliyim var? 3 10 minliyim var. Vururam 3-ə. Eləyəcək 30.000. Bunun asan tapmaq üsulu isə bu qaydaya uyğundur. Asan tapmaq üsulu isə ədədimi yazıram olduğu kimi. Mənə hansı rəqəm istəyir? Mənə 3 rəqəmini istəyir. 3 rəqəmini istəyirsə, mən gəlib 3-ü tapıram. 3-ün altından özünü yazıram, 3-ü yazıram və qalanlarına 0 yazıram. Cavab 30.000. Testlərdə belə bir tapşırıq var ki, mənə ədədi verir. Deyir ki, bu ədəddə nə qədər onluq var, nə qədər təklik var, nə qədər minlik, nə qədər 10 minlik, 100 minlik. Belə bir suallar necə tapılır? Mənə verib 345.678. Deyir ki, bu ədəddə neçə yüzlük var. İndi neçə yüzlük var deyəndə mən baxıram ki, yüzlüyümdə neçə dənə 0 var? 2 dənə 0. Mən ədədimin sondan başlayaraq, yəni sağdan başlayaraq 2 dənə silirəm. 2 dənə ədədi silirəm. 2 dənə rəqəmi silirəm. Qalanlar olduğu kimi yazıram. Bu qədər yüzlük var. Mənə desəydi ki, neçə onluq var? Neçə onluq? Yəni ədədi yazaq. İndi neçə onluq istəyir? Onda neçə dənə 0 var? 1 dənə 0. Bu qeyddə yazmışam. 1 0. Bir ədədimin sonundan bir dənəsini silirəm. Nə qədər 0 varsa o qədər ədəd silirəm. Bu qədər onluq var. İndi nə qədər minlik istəsəydi? İndi neçə minlik istəyir? Mən baxıram ki, mində neçə dənə 0 var? 1, 2, 3. 3 dənə 0 varsa ədədimin sonundan 3 dənəsini silirəm. 345 minlik var. Bu qədər sadə. Yəni nə qədər sıfırım varsa, bəlkə məndən 100.000 istəsəydi, 100.000-də gəlib baxıram 5 0 var. Gəlirəm ədədimdən, ədədi yazım. 100.000-də. Baxın, burada yazmışam. 100.000-də 1, 2, 3, 4, 5 0 var. Mən ədədimdən 5 dənəsini silirəm. 1, 2, 3, 4, 5. Mənim ədədimdə 3 dənə 100.000-lik var. 100.000-lik istəyəndə cavab 3. Bəlkə məndən istəyəcək təklik. Deyəcək ki, eyni ədədin üstündə göstərirəm ki, tapmaq daha asan olsun, başa düşülməsi asan olsun. Bizə deyir ki, bu ədəddə neçə təklik var?
Təklik. Təklikdə nə var? 1. Yalnız birdən ibarətdir də təkliklər bilirik. Təklik deyəndə 1 götürürük. Bura yazaq. Yəni özü. Mən desək ki, 345.678 ədədində neçə təklik var? Cavab, bir dəqiqə, cavab 345.678. Olduğu kimi bu qədər təklik var. Yəni heç bir ədəd silmirəm, heç birini əlavə etmirəm. Sadəcə olduğu kimi də saxlayıram.